Salamlar değerli abituriyentler, mən X Akademinin fizika müəllimi Nərgiz Abduxalqova. Bugün 2022 ikinci şans imtahanını işləyirik birinci qrup üçün. Başlayaq birinci sualdan. Müstəvi kondensator yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrılmışdır. Kondensatorun lövhələr arasındakı məsafəni artırdıqda kondensatorun tutum və gərginliyi necə dəyişir? Məsafəni artırdıqda deyir, D-ni artırır. Tutumun düsturunu yazıram. S bərabərdir, epsilon 0 S bölünsün D. Bax, burada D-ni artıranda tərs mütənasibdir deyə S azalar. Deməli, S azalar, bu variantları sildim. İndi U-ya baxıram. U-nun düsturu nə idi? S bərabərdir, Q bölünsün U-ydu. Buradan da U-nu tapsam, Q bölünsün S-dir. Bizdə deyir ki, yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrılmışdır. Bu deməkdir ki, Q konstantdır, yəni dəyişmir. Q dəyişmir, S azalırsa tərs mütənasibdir deyə U artmalıdır. Deməli, azalar artar, cavabımız B variantı olur. 32. Maddi nöqtənin rəqsi bu qanunla dəyişir, təcilin maksimal qiymətini hesablayın. Bax, bu tənliyə uyğunda düzdür. X bərabərdir, X maksimum, kosinus, omega, T. Demişdik ki, kosinusun, sinusun qabağında nə varsa, buradakının maksimumu olur. Ona görə X maksimum, kosinus, omega, T yazdım. Bizə deyir, təcilin maksimal qiymətini tapaq. Təcilin maksimal qiyməti bərabərdir, omega kvadratı X maksimum düsturu ilə hesablaya bilirəm. O da bərabərdir, yazdım. Bax, burada görürəm ki, X maksimum 0.4-ə uyğundur. Burada kosinusun qabağında X maksimum durur, burada 0.4 durur, ona görə. Burada kosinusla T-nin arasında omega var, burada kosinusla T-nin arasında 10 var. Deməli, omegamız da 10-a bərabərdir. Və salam, omeganın kvadratı 10-un kvadratı eləyir 100, vurulsun, X maksimum da 0.4. Bu da bərabərdir 40, yəni cavabımız A variantı olur. 33. Bir atomlu ideal qazın daxili enerjisinin mütləq temperaturdan asılı qrafikləri verilmişdir. Hansı qrafikə ən kiçik maddə miqdarı uyğundur? Baxıram ki, U verilib, T verilib, məndən maddə miqdarını soruşur. Bunları birləşdirən düstur haradadır? U bərabərdir, 2-də 3, nü, R, T düsturundadır. Mən də nü-nü soruşur deyə burada nü-nü tapıram. Nü bərabərdir, 2U bölünsün, 3R, T tapıram. İndi bax, bu tip məsələlərin hamısında belə bir şey eləyin. Bax, bir dənə perpendikulyar endirin, hamısı üçün T-ləri sabit saxlayın. Burada olan hər nədirsə onu sabit saxlayırsa, hal-hazırda T-dir deyə T-ni sabit saxladıq. Bax, sonra gəlirəm düstura baxıram. 3 sabit bir rəqəmdir, R universal qaz sabiti sabit bir rəqəmdir, T-ni də biz sabit saxladıq, 2 də sabit bir rəqəmdir. Görürəm ki, nü U ilə düz mütənasib asılıdır. Bizə deyir ki, maddə miqdarı ən kiçik olsun. Bunun minimum olması üçün düz mütənasibdir deyə U-nun da minimum olması lazımdır. İndi qrafikə baxıram, görürüm, harada minimum var. Bax, burada minimumluq var. Çünki hardan bilirəm? Bax, 1-ə uyğun gələn budur, 2, 3, bu 4-ə uyğun gələndir, bu da 5-ə uyğun gələndir. Bax, getdikcə artırda qiymətlər düzdür. Ən kiçiyi bura uyğun gələndə 1-dədir. Ona görə cavabı B variantı olaraq qəbul edirəm. Əgər ən böyüyü sorursaydı, onda da 5-i götürərdim. 1. 34. Bir cins bank sayəsində çevrə üzrə bərabər sürətlə hərəkət edən protona A nöqtəsində təsir edən Lorentz qüvvəsinin istiqamətini göstərir. Bax, biz qüvvə sözünü gördüksə və çevrə görürüksə, həmişə çevrənin mərkəzinə doğru çəkirik F-i. Bax, həmişə elədiyimiz qayda budur. Çevrə üzrə hərəkətdə qüvvə həmişə mərkəzə doğru yönəlir. Ona görə cavab sola doğru olar, C variantı. Burada proton olmasının, neytron olmasının heç bir önəmi yoxdur. Məsələn, bax, bu şəkildə versəydi, yenə eyni şey yazardıq. Bax, burada X-lər, burada bir dənə çevrəmiz var. Burada tutaq ki, bir dənə elektron var. Burada da çevrə var. Və buna təsir edən sorsaydı, yenə F bu tərəfə doğruydu. Bu şəkildə verib, bizdən sürəti də soruşa bilər. Bax, onda F-i, şəkil görən kimi F həmişə mərkəzi çəkin. Ondan sonra da sola qaydasından istifadə edib V-ni tapa bilirsiniz. Sola qaydasında nə deyirdik? B ovcumuza daxil olsun. Əgər X-lərdirsə, o deməkdir ki, bizdən şəkil müstəvisinə doğrudur. Yəni, ovcumun içini görməliyəm. Onda nətər yadda saxlamışdıq? Bu tapancaların başında X işarəsi olur. Tapancada nədir? Tüfəngdən ümumiyyətlə hamısında. Güllə bizdən ora doğru gedir. X də bizdən ora doğru deməkdir. Belə bu cür yadda saxlaya bilərsiniz. Nöqtədə onun tərsidir. Və salam, F-ləri çəkmişsiniz. Sol əlinizdə tuturuz, B ovucunuza daxil olsun. Baş barmağınız F-i göstərsin. Qalan 4 barmaq açılmış 4 barmağınız müsbət yükü zərrəciyin hərəkətinin istiqamətini
mənfi 300 dərəcənin hərəkətinin əks istiqamətini göstərir. Və sən bu qaydadan istifadə edirsiniz. 35. Sürüşmə sürtmə qüvvəsi hansı ifadə ilə təyin edilir? Bunun ifadəsi ilə müəyyəndir. Bax, çox rahat sual, sadəcə düstur soruşur. 35. 36. Bu linzalar mövzusuna aiddir. Toplayıcı linzada alınan xəyalları üçün uyğun bəndləri LRV diaqramında müəyyən edin. Bax, A 2F-dən uzaqdadır. Deməli, bu tərəfdə xəyalı 2F-lə F arasında alınacaq. Bu. Sonra B-yə baxıram ki, linzaya daha yaxındır. Deməli, linzaya daha yaxındırsa xəyalı daha uzaqda alınır və daha böyüdülmüş formada alınır. Yəni, toplayıcı linzada bu şəkildə yadda saxlayın. Cisim özü linzaya yaxınlaşdıqca xəyalı linzadan uzaqlaşır və böyür. Bir də təkrar edirəm. Cisim linzaya yaxınlaşdıqca xəyal linzadan uzaqlaşır və böyür. Linzaların, daha doğrusu cisimlərin xəyallarını bu şəkildə çəkilir. İndi başlayıram uyğunlaşdırmağa. Xəyal böyüdülmüş alınır. Baxıram, bax, B böyüdülmüş alınır, düzdür. Biri yazıram bura. Xəyal çevrilmiş alınır. Hər ikisində, bax, təpəsi aşağıdır. Normalda oxlar, bax, burada yuxarıya baxır. Burada amma hər ikisində aşağıya doğru baxır. Deməli, hər ikisində çevrilmiş formadadır. 2-ni yazdım ortaya. Xəyal həqiqidir. Baxıram ki, toplayıcı linzadırsa, onu deyə bilirəm ki, hər ikisində həqiqidir. Ona görə 3-ü ortaya yaza bilirəm. Sonra 4. Xəyal iki qat fokusdan arxada yerləşir. İki qat fokus buradadır. Xəyal olan hissə ümumiyyətlə buradır. İki qat fokusdan arxada yerləşir. Bax, bura. Görürsünüz, arxada yerləşən budur. Ona görə, deməli, 4-ü aid elədim bura. Daha doğrusu B-yə aid eləməliyəm. B, ikinciyə. Deməli, 4-ü aid elədim bura. 5. Xəyal fokusla iki qat fokus arasında yerləşir. Bax, xəyal olan hissə buradır. Fokus buradır, iki qat fokus buradır. Bunun arasında yerləşir. O da budur. 5-i də yazdıq bura. Deməli, 5, 1, 4 və 2, 3 cavabımız B variantı olmalıdır. Deməli, burada yadda saxladığımız şey nə oldu? Cismi linzaya yaxınlaşdıranda xəyal linzadan uzaqlaşır və böyür. 37. İşıq bir mühitdən başqa mühitə keçərkən dalğa uzunluğu 3 dəfə azalarsa tezliyi necə dəyişir? Yadda saxlayaq ki, işıq bir mühitdən digər mühitə keçəndə tezliyi və periodu dəyişmir. Yəni, həmişə konstant qalır. Dəyişmir, cavab A variantı olar. Əgər bizdən sürət sorsaydı, onda başqa məsələ olardı. Lambda bərabərdir, V vurulsun, T yaza bilirəm. T dəyişmir. Bizə deyir ki, dalğa uzunluğu 3 dəfə azalarsa, dalğa uzunluğu 3 dəfə azalırsa, sürətlə düz mütənasib deyə sürət 3 dəfə azalır. Yəni, sürət soruşanda da bu şəkildə yazırsınız. Dalğa uzunluğu, daha doğrusu tezliklə period amma həmişə konstant qalır. Bunu da yadda saxlayın. 38. Tam dövrənin xarici müqavimətini hesablayın. Baxıram mənə nələr verilib. Bax, epsilon verilib. Burada I var, I verilib. R var. Burada şərtdə də balaca R verilib. Bunları birləşdirən düstur hansıdır, onu yazıram. I bərabərdir. Epsilon bölünsün R plus R. Və salam, gətirib hər şeyi yerinə qoyuram. I nədir? 2 bərabərdir. Epsilon 12 bölünsün R plus R-i də balaca R-i də 1 verib. 1. Buradan R plus 1-i 6 alıram, R-i də 5 tapıram. 6-nı necə tapdım? 12-ni nəyə bölsəm 2 alıram, 6-ya. Oradan cavabımız D variantı edir. 39. Ağırlıq qüvvəsinin yer səthindən olan hündürlükdən asılı qrafiki verilmişdir. Grafikin A nöqtəsinə uyğun olan hündürlüyü müəyyən edin. Bax, birinci bu hissənin F0 olduğunda razılaşaq. Yəni, yer səthi üçün olan qiymətdir, bunda razılaşaq. Bu 20 isə hər hansı bir hündürlüyə uyğun gələn qiymətdir. Bax, düzdür, hündürlüyün müəyyən bir qiymətinə uyğundur. Ona görə burada FH yazdım. İndi hər ikisinin düsturunu yazdım. Bax, F0-ın düsturu nədir? F0 bərabərdir. J vurulsun M bölünsün R-in kvadratı. Müəyyən hündürlüyü üçün olan nəyə bərabərdir? FH bərabərdir. J M1 M1 M2 yazaq. Fərqi yox. M1 M2 bölünsün R plus H-ın mörtərizə kvadratı. Və salam, qiymətlərini yerinə yazın. Bax, 180-dir bu. Deməli, 180 bərabərdir. J M1 M2 bölünsün R-in kvadratına. Bu J-yə 180-ə bərabərdir. F hündürlüyün qiyməti də buradan görürəm ki, 20-dir. Deməli, yerinə yazıram 20 bərabərdir. J M1 M2 bölünsün R plus H-ın mörtərizə kvadratı. Və salam.
Bax, buradan J M1 M2-yə 180 vurulsun R kvadratı deyə bilərəm. Gətirim burada da yerinə qoyum. Buradan yazıram davamına. Deməli, 20 bərabərdir 180 R kvadratı bölünsün R plus H-ın mötərizə kvadratı. Bu ilə bu getdi, qaldı 9. Hər tərəfdən kök alıram. Ümumiyyətlə, bərabərləşdirim sonra. Deməli, buradan aldım 9 R kvadratı bərabərdir R plus H-ın kvadratı. Hər tərəfdən kök alsam 3R bərabərdir R plus H-a. Buradan da H bərabərdir 2R tapıram. Və cavabımız D variantı olur. 40. Atom nüvəsinin sərbəst nukleonları parçalamaq üçün lazım olan minimum enerji necə adlanır? Bu nüvənin rabitə enerjisidir. Cavabımız B variantı olur. Bunu iyonlaşma enerjisi ilə qarışdırırlar. İyonlaşma enerjisi atomdan elektronu qoparmaq üçün lazım olan enerjidir. Yəni, əlində bir dənə atom var. Oradan bir dənə elektron qoparmaq istəyirsən. Bunun üçün lazım olan enerji iyonlaşma enerjisidir. Amma atomun nüvəsini, elektronu yox, nüvəsini nukleon dediyi şey, o da nüvəsindəki protonla neutron. Onları parçalamaq istəyirsənsə, nüvəni, onda rabitə enerjisi lazımdır sənə. Rabitə enerjisi qədər enerji verməlisən, yəni. Belə, deməli, nədir? Elektronu ayırmaq üçün lazım olan enerji iyonlaşma enerjisidir. Nukleonlara, yəni proton neutronları parçalamaq üçün olan enerji də nüvənin rabitə enerjisidir. 41. Cismin həcmini hesablamaq üçün bilmək kifayətdir. Həcmin düsturunu yazıram. Rho bərabərdir, M bölünsün V-dir. M nədir? Kütlə. V nədir? Həcm. İndi deməli, kütlə və həcmi bilmək kifayətdir. Təcil yox, sürət yox. Kütlə, sürət yox, təcil yox, yox. Bir dəqiqə, kütləsini və... Bir dəqiqə. Mən burada səhv elədim ki, başlığı düzgün oxumamışam. Bizdən cismin həcmini soruşur. Həcmini hesablamaq üçün nə lazımdır deyir. Həcmin düsturunu yazıram. V bərabərdir, M bölünsün rho. Baxıram ki, həcmi hesablamaq üçün bir kütləni bilməliyəm. Kütlə. Bir də sıxlığı bilməliyəm. Deməli, sıxlıqla kütlə lazımdır mənə. Ona görə cavab Y variantı olur. 42. Radiusu 50 cm olan dairəvi səth, induksiyası 1.6 Tesla olan bir cins maqnit sahəsində induksiya vektoru ilə 30 dərəcəlik bucaq əmələ gətirir. Səthdən keçən maqnit hissəsini hesablayın. Maqnit hissəsinin düsturu nədir? Fi bərabərdir BS kosinus alfadır. BS kosinus alfa. Həmişə düsturlar, burada sağ tərəfdən yazıram. Düsturları yazanda həmişə demişik ki, düsturdakı bucaq oradakı vektoriyalar arasındakı bucaqdır. Məsələn, F amper bərabərdir B, I, L, sinus alfa yazmışıq. Nə bilim, F Lorentz bərabərdir Q, V, B, sinus alfa yazmışıq. Nə bilim, işin düsturunu A bərabərdir F, S kosinus alfa yazmışıq. Bax, bunlarda hamısında buradakı bucaqlar, yəni alfalar, oradakı vektorial kəmiyyətlər, düsturdakı vektorial kəmiyyətlər arasındakı bucaqdır. Bu, məsələn, burada B ilə I-dir vektorial, sinus alfa ilə onlar arasındakı bucaqdır. Burada B ilə V-dir, onlar arasındakı bucaqdır. Kosinus alfa, burada F-də, S-də vektorial kəmiyyətdə onlar arasındakı bucaqdır. Amma bir dənə düsturumuz istisnadır ki, oradakı kosinus alfa səthlə normal arasındakı, daha doğrusu səthin normalı ilə B arasındakı bucaqdır. Bizə deyir ki, dairəvi səth. Bax, dairəvi səth var. Deyir, B induksiya vektoru səthlə 30 dərəcəlik bucaq əmələ gətirir. Mən səthin normalını çəkirəm. Bax, bu səthin normalı. Səthi həmişə perpendikulyar olur. Bax, bura 90 dərəcədir. İndi dedim ki, düsturdakı kosinus alfa N ilə B arasında, yəni normalla B arasındakı bucaqdır. Onda bura nə qalır? 60 dərəcə qalır da. Bax, səthin normalı 90 dərəcə əmələ gətirirdi. 30-u buradadır. Deməli, orada 60 dərəcə qalır. Deməli, mən bura kosinus 60-ın qiymətini yazmalıyım. Məsələn, 1,6 vurulsun S. S nədir? Sahəddə, düzdür. Sahə pi r kvadratıdır da. Buradan hesablayıram. S bərabərdir. Pi r kvadratı bərabərdir. 3 vurulsun. R 50 santimetrdir. Mən bu santimetrin təpəsinə qapazı qoyuram. Onu mütləq metrə çevirməliyəm. Ona görə 0,5 metr olur. Kvadratı 0,25. Bunu da 4də 1 kimi yazsam, 3 bölünsün 4. Gətirib burada S-in yerinə 3 bölü 4 yazıram. Vurulsun 2də 1. 2də 1. O da bərabərdir. Bu 8, bu da 0,2 getdi. Deməli, 0,6 qalır. Cavabımız D variantı.
43. Eyni cərəyanlı düz naqillərin ən kəsikləri təsvir edilmişdir. A nöqtəsində onların yaratdığı yekun magistəsinin induksiya vektorunun istiqamətini təyin edin. Bax, bu tiplərdə eləyəcəyimiz şey həmişə A nöqtəsində toxunanı çəkməkdir. Bax, bir dənə elə təsəvvür edin ki, burada bir dənə çevrə var. Sağ əl qaydasına istifadə edərək burada toxunanı çəkirəm. Sağ əlimin baş barmağı, sağ əlim bükülmüş formada durmalıdır. Baş barmağı i-nin istiqamətini göstərməlidir. I-nin x olması nədir dedik? Bizdən şəkil müstəvisinə doğru, bizdən ora doğru yönəlibdir deməkdir. Baş barmağınız ora doğru yönəldir. Bax, 4 barmaq haranı göstərir? Bu istiqamətdə fırlanır, düzdür. Bax, elə o istiqamətdə də bir dənə toxunan çəkirəm. Bax, o da olur bura. Sonra digərinin ikisini də eyni qaydada çəkəndə görürəm ki, bax, bu cür olur bunun toxunanı da. Və salam, bax, buradan bunların əvəzləyicisini paralleloqram qaydası ilə tapanda sağa doğru yönəlib deyə bilirəm. Yəni, A variantı yaza bilirəm. Deməli, bizə əgər cərəyanla naqil verilibsə, ümumiyyətlə cərəyanın istiqaməti verilibsə, B-ni soruşursa, həmişə sağ əl, bükülmüş sağ əl qaydasından istifadə edirik. Ümumiyyətlə, sol əl qaydası ancaq alim adlarındadır. Əgər şərtdə Amper, bir də Lorentz sözünü gördünüzsə, ancaq bu halda sol əl qaydasını tətbiq edirsiniz. Qalan bütün hallarda sağ əl qaydasıdır. 44. Yer səthinə şaqili yuxarı atılmış 30 qram kütləli cismin potensial enerjisinin zamandan asılı qrafiki verilmişdir. Cismin maksimal qalxma hündürlüyündə potensial enerjisini hesablayan. Deməli, maksimal qalxma hündürlüyündə potensial enerji. Y potensial bərabərdir. MJ H maksimal yazarım. Maksimal qalxma hündürlüyündə soruşduğuna görə bərabərdir. M 30 qram verilib, bunu kiloqrama çevirməliyəm. 30 vurulsun, 10 üstü mənfi 3 yazdım. Vurulsun, J 10'du yazdım. Vurulsun, H maksimal. İndi H maksimalı tapmalıyım. Bax, şaqili yuxarı atılmış cisim üçün J T kvadrat bölünsün 2 yaza bilirəm. O da bərabərdir. 10 vurulsun, T'nin kvadratı, baxıram burada 2'dir, kvadratı 4 bölünsün 2. Buradan tapıram 20. Gətirib aşağıda H maksimalı yerinə 20 yazıram. Bərabərdir. Bax, bu 1, 2, 3 ilə bu 10 üstü mənfi 3 gedər. Cavab qalar 6. Yəni B variantı. 45. Yer dəyişməsi verilib, bizdən təcili soruşur. Deməli, Sx bərabərdir 4t üstəgəl 2t kvadrat verilib. Bax, mən bunun Sx bərabərdir V0t üstəgəl AT kvadrat bölü 2 təmniyi olduğunu bilirəm. İndi bizdən təcili soruşur. Baxıram ki, təcil burada t kvadratının qabağındadır. Bu aşağıdakı tənlikdir. Yuxarıda görürəm ki, t kvadratının qabağında 2 var. Aşağıda amma a bölünsün 2 var. Deməli, a bölünsün 2 bərabərdir 2, a da bərabərdir 4 deyə bilirəm. Və salam, a 4-dən sabitdir. Sabit olduğunu da hardan bilirəm? Bax, bu yeyinləşən hərəkətin qrafikidir, düzdür. Yeyinləşən hərəkətdə, yavaşlayan hərəkətdə hər ikisi A-nın konstant olduğu, yəni bərabər təcilli hərəkətin növüdür. Elə bil ki, bunu soyadları eyni olan iki bacı qardaş ya da qardaş kimi fikirləşə bilərsiniz. Soyadları eynidir, düzdür. Nə olsun ki, adları fərqlidir. Soyadları eynidir, A-nın konstant olduğu hərəkətdir. Yəni A-nın sabit olduğu, onu da bu şəkildə çəkiriyorsunuz. Bu da 45. 46. Hansı prosesdə verilmiş kütləli ideal qazın sıxlığı artır? Sıxlıq artır deyir. Sıxlığın düsturunu yazırım. Rho bərabərdir, M bölünsün V. Bizə deyir verilmiş kütləli. M dəyişmir. Sıxlıq artsın. Sıxlığın artması üçün V-nin azalması lazımdır da tərs mütənasibdir deyə. V-nin azalması nə deməkdir? Sıxılma. Ona görə bax, sıxılma sözünün bir dənə D variantında görürəm deyə bunu götürürəm. Əgər V artır görsəydim, onda daha doğrusu V-nin artır axtarmaq lazım olsaydı, onda genişlənməni götürərdim doğru cavab olaraq. Və sam belə. 47. Joule bölünsün metr ifadəsi hansı kəmiyyətin vahidinə uyğundur? Bu çox rahat bir sualdır. Joule bölünsün metr bərabərdir. Joule-a baxaq, nəyin açılışıdır? A bərabərdir Fs. Düzdür. Joule işin vahididir deyə bunu yazdım. İşin vahidi Joule-dur. F-in vahidi Newton, S-in də vahidi metr. Deməli, Joule-un yerinə Newton vur metr yaza bilirəm. Newton vur metr bölü metr, metrlər getdi, qaldı Newton. Bu da nəyin vahididir? Qüvvənin. Və son bu şəkildə. İmpulsun vahidi məsələn kiloqram vurulsun, metr bölünsün, saniyədir. Sürətin vahidi ümumiyyətlə metr bölünsün, saniyədir. Gücün vahidi wattdır. Təcilin vahidi metr bölünsün, saniyənin kvadratıdır. Bax, ona görə digər variantları ümumiyyətlə
götürə bilmirik. 48. Neytron bir cins elektrik sahəsində qüvvə xətləri istiqamətində sahəyə daxil olur. Neytronun impulsunun modunun zamanı münasib qrafiki hansıdır? Bir cins elektrik sahəsidir. Bu da neytrondur. Deyir ki, beləsinə daxil olur. Bax, bunun ümumiyyətlə sahə tərəfindən qüvvə təsir eləyirmi? Eləmir. Ona görə F əvəzləyici bərabərdir 0 yazıram. Niyə eləmir? Çünki bunun Q'su 0-a bərabərdir. Ona görə F əvəzləyici bərabərdir 0 yazıram. Mən də Newton qanunlarından bilirəm ki, əvəzləyici qüvvə 0-dırsa 2 hal var. Ya V bərabər 0-dır, ya da V bərabər konstantdır. Yadınızdadır, Newtonun birinci qanununda demişdik bunu. Əgər cismə təsir edən əvəzləyici qüvvələr 0-dırsa, əvəzləyici qüvvə 0-dırsa, onda cism ya sükunətdədir, ya da düz xəttə bərabər sürətlə hərəkət edir. Bunu yazdım. İndi məndən P-nin T-dən asılığını soruşurdu. P-nin T-dən asılığını. Bu P-nin üstünə qapaz qoyub, bura V-nin T-dən asılığı yaza bilərəm. Çünki P ilə V onsuz da bir-birinin quyruğudur. Hansı düstura görə? P bərabərdir MB düsturuna görə. Və salam, tapdım ki, V konstant olmalıdır ya da 0 olmalıdır. Baxıram cavablarda ancaq konstant var deyə bunu götürürəm. Cavabımız C variantı olur. Ya da belə də baxa bilərdiniz ki, F əvəzləyici 0-dırsa, quyruğu A da 0-dır, A-nın da 0 olduğu hərəkət V-nin konstant olduğu hərəkətdir. Və salam. 49. Qarşıda ötürmə ilə fırladılan disklərin üzərindəki 1, 2, 3 nöqtələrinin mərkəz qatma təcizləri modulları arasında hansı münasibət doğrudur? Bu tip məsələni gördünüzsə, birinci bərabər olan şeyləri yazın, ondan sonra keçin məsələni işləməyə. Bu məsələn, qarşıda ötürmə 2 ilə 3 qarşıda ötürmədir, düzdür. Ona görə V2 bərabərdir, V3 yazmalıyam. 1 ilə 2 də eyni disk üstünə fırlanan nöqtələrdir. Ona görə də omeqaları bərabərdir yaza bilirəm. Omega 1 bərabərdir, omega 2 yaza bilirəm. Və salam, bunları yazandan sonra keçirəm artıq məndən soruşulanı yazmağa. Deyir, təcirlər arasında münasibət doğrudur. Və 2 ilə 3-ün təcirində baxsam, A bərabərdir, V kvadrat böl R düsturunu yazsam. V-ləri bərabərdir. Görürəm ki, A ilə R tərs mütənasib asılıdır. Yəni, radiusu böyük olanın A-sı kiçikdir. İndi 2 ilə 3-ə baxanda hansının radiusu daha böyükdür? 2 daha böyükdür, düzdür. Yəni, R2 böyükdür, R3 yazıram. A ilə tərs mütənasibdir deyə A2 kiçikdir, A3 yazmalıyam. Və salam, bunlar qalsın müqraqda. Keçim 1 ilə 2-ni müqayisə eləməyə. İndi bu omeqaları var. R-lərini müqayisə eləyə bilirəm. Təcilin düsturunu yazıram. A bərabərdir, omega kvadratı R. Omeqaları bərabərdir. Görürəm ki, A ilə R düz mütənasib asılıdır. Yəni, bax, R2 böyükdür, R1 yaza bilirəm də. Çünki, bax, bu 2-nin radiusudur, bu 1-in radiusudur. 1-in radiusu daha kiçikdir. Bu şəkildə yazdım. R2 böyükdür, R1 yazdım. R2 böyükdür, R1. A ilə də düz mütənasib asılıdır deyə A2 böyükdür, A1 yazıram. Və salam, A2 böyükdür, A1. Bir də A2 ilə də A3 arasında bu münasibət doğruydu. A2 A3-dən kiçik idi. Ona görə bu şəkildə yaza bilirəm. Yəni A1 kiçikdir, A2 kiçikdir, A3, Y variantı. 50. Doyan su buxarının təzyiqinin həcmindən asılıq diaqramı verilmişdir. AB keçidi zamanı doyan su buxarının temperaturu və kütləsi necə dəyişir? Bax, bunu doyan buxar sözünü görən kimi bunu yadda saxlayın ki, əgər şərtdə doyan buxar sözünü gördünüzsə və rho, n, p, t bu möhtəşəm dörtlüdən birini konstant gördünüzsə, o birisi üçün mütləq konstant. İndi tətbiq edirəm məsələyə. Doyan buxar sözünü gördüm. Bu möhtəşəm dörtlüdən p-nin konstant olduğunu gördüm. P-nin konstant olması digər üçünün də konstant olması deməkdir. Yəni, rho, n, t bərabərdir, konstantdır. Bizə temperaturu deyirdi, temperatur dəyişməz tapdıq. A getdi, D getdi. B, C, Y variant qaldı. İndi baxıram M. M-in düsturu M bərabərdir, rho, V-dir. Rho-nun konstant olduğunu burada yazmışam. Rho konstantdır. V də qrafikdən görürəm ki, artır. V artırsa, M də düz mütənasibdir deyə artır. Cavab C variantı yazıram. 51. Qab sıxlıqları ρ1 və ρ2 olan və bir-biri ilə qarışmayan mayelərlə doldurulmuşdur. Sıxlığı ρ olan cismi şəkildə göstərilən vəziyyətdə tarazlıqdadır. Sıxlıqlar arasında hansı münasibət doğrudur? Bax, ρ1 ilə ρ görürəm ki, daha doğrusu ρ bu cisim, ρ1-in daxilində tarazlıqdadır.
Bu o deməkdir ki, onların sıxlıqları bərabərdir deyə tarazlıqdadır. Böyük olsaydı batardı, cisim burada olmalıydı. Kiçik olsaydı üzə çıxmalıydı. Deməli bərabərdir. Yazıram ρ1 bərabərdir ρ-ya. İndi ρ1-lə ρ2-ni müqayisə edirəm. Bax, yağla su kimi fikirləşin. Yağ suyun üstündə durur da, düzdür. Yağın suyun üstündə durmasının səbəbi nədir? Onun sıxlığının, yağın sıxlığının daha kiçik olması. Yəni sıxlığı kiçik olan üstdə durur, sıxlığı böyük olan altda durur. Yəni ρ1-in sıxlığı ρ2-dən daha böyükdür deyə bilməliyəm. Ona görə cavabı bu şəkildə yazıram. Deməli ρ1 ρ-ya bərabərdir. Bu getdi, bu getdi, bu da getdi. Bu da getdi. Cavab A variantı. 52. Rəqs konturunda kondensatordakı yükün zamandan asılı qrafiki verilmişdir. Hansı qrafik sarğıcı maqnit enerjisinin zamandan asılığını ifadə edir? Və bu tip məsələlər qəbula tez-tez düşür. Yadda saxlasanız bir dənə bu indi deyəcəyimi hamısını həll edə bilərsiniz. Və elektrik sahəsi ilə maqnit sahəsi ayrı-ayrıdır. Kinetikdən potensial kimi bir artanda o birisi azalır filan belə. Elektrik sahəsinə aid olan şeylər nələrdir? Məsələn, elektrik sahəsinə enerjisi. Maqnit sahəsinə aid olan maqnit sahəsinin enerjisi. Elektrik sahəsinə aid olan Q var. Maqnit sahəsinə aid olan I var. Elektrik sahəsinə aid olan elektrik sahəsinin intensivliyi var. Maqnit sahəsinə aid olan maqnit sahəsinə induksiya vektoru var. B var, F var. Burada nə bilim U var. Bax, bunlar elektrik səbəti olaraq ayrı səbətdir. Bunlar maqnit səbəti olaraq ayrı səbətdirlər. Bunlar bir-birinin tərsini işləyirlər. Kinetikdən potensial kimi. Əgər, yəni, məsələn, buradakı Q artırsa, I azalmalıdır. Nə bilim, W maqniti azalırsa, WY artmalıdır. Bax, bunlar ayrı-ayrı belə işləyirlər. İndi baxıram ki, Q verilib mənə. Q verilib, məndən W maqniti soruşub. Görürəm ki, bunlar ayrı-ayrı səbətlərdirlər. Yəni, məndən elektrik sahəsi verilib, amma maqnit sahəsini soruşur. Bax, Q görürəm ki, sinusla dəyişir. Görürəm, ayrı-ayrı səbətlərdirlər. Deməli, o birisi kosinusla dəyişməlidir. Yəni, sıfırdan yox, birdən başlamalıdır. A, B, Y variantları getdi. Bir də enerji heç vaxt mənfi olmur deyə, bax, bu sıfıra düşməməlidir. Bu hissəsi olmamalıdır. O da D variantındadır deyə D-ni götürürəm, S-ni silirəm. Cavab olur bu şəkildə. Bu eyni məsələni sizdən belə də verə bilər. Məsələn, onu verib sizdən W, Y-nin T-dən asılığını istəyir. Bu nə cürdür deyir. Bax, görürəm ki, W, Y ilə Q eyni səbətdədirlər. Deməli, eyni cür dəyişirlər. Bu sinusla dəyişirsə, o birisi də sinusla dəyişir. Sadəcə bayaq dediyim məsələ enerjidir deyə heç vaxt mənfiyə düşmür. Bax, bu şəkildə davam edir. Məsələn, cavab belə olur. Bunu da soruşa bilər. Bunu da əlavə olaraq dedim. 53. Elektrolitlərdə elektrik cərəyanı hansı üç daşıyıcılar yaradır? Bu şifahi bir sualdır. Müsbət ionlar, mənfi ionlar yaradırdı elektrolitlərdə. Yadınızdadır, bir dənə məhlul olan qab götürmüşdük, kuprum xlor götürmüşdük. Bura bir dənə katod, bir dənə də anod birləşdirmişdik. Bu maddələr bunların üstündə yığılırdı. Yığılmasının səbəbi nə idi? Bunun ionlarına ayrılması, o ionların da bunun üstündə toplaması. Yəni, müsbət və mənfi ionlar əmələ gəlir. Cavab 3-4. 54. Vakuumda 2 nanokulon nöqtəvi yükün yaratdığı elektrik sahəsinin ondan 0,2 metr məsafədəki nöqtədə intensivliyin modulunu hesablayın. İntensivliyin düsturunu yazıram. Y bərabərdir. K vurulsun Q bölünsün R-in kvadratı. Bərabərdir. K-nın qiyməti 9 vurulsun 10 üstü 9. Vurulsun Q-nün qiyməti. Deyək ki, 2 nanokulon. Bunu çevirəndə 2 vurulsun 10 üstü -9 yazıram. Nanoya görə. Bölünsün R-in kvadratı. 0,2-dir. Kvadratını 0,2 vurulsun 0,2 yazın. Bərabərdir. Bu 10 üstü 9 ilə bu 10 üstü -9 getdi. Bu ilə bu getdi, qaldı 0,1. 9-u da 0,2-yə böləndə 450 joule neymiş? Volt bölünsün, metr alırıq. Cavab 450. 55. Metalı fotonun enerjisi 4 və 2 elektrovolt olan monoxromatik işıqla şüalandırdıqda qopan fotoelektronların maksimal kinetik enerjiləri 5 dəfə fərqlənir. Elektronların metaldan çıxış işini hesablayın. Bax, həmişə bu düsturu yazıram. Y foton bərabərdir, Y kinetik, üstəgəl, A çıxış. Bunu yazdım. İndi bizə deyək ki, kinetik enerjiləri 5 dəfə fərqlənir. 5 dəfə fərqlənirsə, Y kinetik 1 bərabərdir, 5Y kinetik 2 yaza bilirəm. Çünki 5 dəfə deyir. Dəfə deyəndə bu şəkildə yaza bilirəm. İndi bizə deyir ki, fotonun
birincinin enerjisi, yəni Y foton 1 4-ə bərabərdir. Y foton 2 2-yə bərabərdir. İndi gətirib yerinə yazıram. Bax, Y foton, yəni bu şəkildə yazıram. Y foton 1 bərabərdir. Y kinetik 1 üstəgəl A çıxış. Sonra Y foton 2 bərabərdir. Y kinetik 2 üstəgəl A çıxış. Və sam qiymətləri yerinə qoyuram. Y foton 1-in qiyməti 4. Bərabərdir. Y kinetik 1. O da bax 5Y kinetik 2-yə bərabərdir. Yəni yazıram. 5Y kinetik 2 üstəgəl A çıxış. Y foton 2 2-yə bərabərdir. Bərabərdir. Y kinetik 2 üstəgəl A çıxış. Bunları tərəf-tərəfə çıxıram. Alıram, buradan yazıram qalanını. 2 bərabərdir 4Y kinetikə. Buradan da Y kinetik bərabərdir 2 bölü 4, yəni 0,5 alıram. Bizdən soruşduğu şey amma A çıxışı idi. Gətirib burada yerinə qoyub tapa bilərəm də. Yazıram 2 bərabərdir 0,5 üstəgəl A çıxışa. A çıxış da bərabərdir 1,5-ə. Cavabımız olur 1,5. 56. Sarğacdakı cərəyan şiddətini 2 dəfə artırdıqda onun magnitsayəsinin enerjisi 90 joule artdı. Sarğacı magnitsayəsinin enerjisinin başlanğıc qiymətini hesablayın. Və bu tiplər çox tez qəbula düşür. Sizdən nəyi soruşursa onun düsturunu yazırsınız. Bərabərdir L, I kvadrat bölünsün 2. İndi deyir ki, cərəyan şiddətini 2 dəfə artırdıqdır. Və cərəyan şiddətini 2 dəfə artırıram deyə maqnit sahəsinin enerjisi 4 dəfə artar. Çünki burada kvadrat var idi. 4 dəfə artar. 4 dəfə artıb nə olur? 4 W maqnit olur. Bir də deyir ki, 90 joule artdı. Yəni W üstəgəl 90 oldu. İndi bu dəfə artma ilə qədər artmanı bir-birinə bərabərləşdirirəm. Alıram 3W maqnit bərabərdir 90-a, W maqnit də bərabərdir 30-a. Və salam başlanğıc qiymət elə buymuş. Və salam məsələnin həlli bu qədərdir, bax sadədir. 57. Bərk cismin mayeyə, daha sonra qaz halına çevrilməsi prosesində temperaturun aldığı istilik miqdarından Astlaq qrafikinə əsasən uyğunluğu müəyyən edin. Deməli, bərk cisimdir. Bax, burada bərk cisim qızır. Burada əriyir, ərimə. Burada artıq bərk cisim əridir, düzdür. Burada əmələ gələn şey mayedir. Maye qızır. Burada maye artıq buxarlanır. Maye, daha doğrusu qaynayır. Burada qaynayır, burada da buxarlanır. Buxarlanma. Yazdım. İndi bir, yalnız əriməyə sərf oluna. Bax, ərimək, baxıram ki, bu aralıqdadır. Deməli, 120-dən 70-i çıxıram. Bax, bu aralığı tapmalıyam da. 120-dən 70-i çıxıram, 50, 1-ə B yazdım. Yalnız mayenin qızmasına. Mayenin qızması, baxıram, haradadır? Bax, buradadır. Maye qızır 190-dan 120-dən 190-a. Yəni, bura uyğun gəlir 70 D-ni yazıram. Yalnız mayenin qaynamasına. Baxıram, maye harada qaynayır? Bax, bu hissədə. Yəni, 190-dan 270-ə, bunu da çıxanda 80 alırıq. Ona görə cavab olur C. Bax, bu şəkildə. Ümumiyyətlə, yadda saxlayın ki, bax, bu sabit olan yerlər aqreqat halının dəyişdiyi yerlərdir. Çünki aqreqat halı dəyişirsə, həmişə temperatur sabit qalır. 58. Müəllim yarım keçiricilərdə elektrik keçiriciliyini araşdırmaq üçün termorezistoru EHG-si 20 volt, daxili müqaviməti 1 ohm olan sabit cərəyan mənbəyinə birləşdirib, içərisinə qaynar su olan qaba yerləşdirdi və ampermetr ilə voltmetrin göstərişlərini qeyd etdi. Su soyuduqdan sonra isə ampermetrin və voltmetrin göstərişlərinin dəyişdiyini şagirdlərə göstərdi. Ampermetrin, voltmetrin göstərişləri necə dəyişdi? Deməli, yarım keçiricidir. Yarım keçirici görən kimi R-in, T-dən, astlığının tərs mütənasib olduğunu yazmalıyam. İndi su əvvəl isti idi, sonra soyudu, yəni temperatur azaldı. Temperatur azaldıqca R artır, tərs mütənasibdir deyə. Deməli, tapdım ki, R artır. I bərabərdir U böl R düsturuna görə R artırsa I azalmalıdır. I nəyi ölçürdü? Daha doğrusu I-ni ölçən nə idi? Ampermetr. Deməli, yazmalıyam ki, ampermetrin göstərişi azalır. Bir də baxıram voltmetrə. Bizdən necə dəyişdiyini soruşurdu. Voltmetr baxıram sıxacılar bərkidir. Deməli, oradakı gərginliyi ölçür. Onda U bərabərdir epsilon minus I R düsturundan yaza bilərəm. Bax, I azalır. I azalırsa, daha az bir şey çıxıramsa, daha çox bir şey alıram da, yəni U artır. U-nun artması da o deməkdir ki, voltmetrin
voltmetrin göstərişi artır. Və salam bu şəkildə. 59. Termorezistorun müqavimətinin ampermetrin göstərişinin 2-yə bərabər olduğu anda hesablayın. Ampermetrin göstərişini deyir 2-yə bərabərdir. Düsturunu yazıram. Epsilon bölünsün R plus R. Bu deyir 2-ni göstərir. 2 bərabərdir. Epsilon şərtdə verib 20-dir. R-i tapmağımızı istəyir. R-dəki 1-dir. İndi bax 1. 20-ni nəyə bölsəm 2 alaram 10-a. R plus 1 bərabərdir 10. R də bərabərdir 9 10 alırıq. Deməli 59-un həlli bu şəkildədir. Cavabı da 9 10'dur. 60'da isə bizdən soruşur ki, ampermetrin göstərişi 2 amper olduqda termorezistorda ayrılan gücü hesablayın. Gücün düsturu nədir? P bərabərdir I kvadratı R'dir. O da bərabərdir I, bax bizə 2 amper verilib. 2'nin kvadratı 4 vurulsun. R-i də 59'da 9 tapmışdıq. 9. Və sən bu da bərabərdir 36 watt edir. Cavabımız bu şəkildə. Bu qəbul daha doğrusu sınaq neymiş? Bu qəbul asan hesab olunur. Bundan yəqin ki, yüksək yaza bilərsiniz deyə düşünürəm. Ən azından üstünüzdə biraz çalışmaqla təbii ki də düzəldə bilməyəcəyiniz heç bir şey yoxdur. Belə, izahımız bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Sizə bol şans və uğurlar arzulayıram. Sağ olun.